Привет, Истина. Демократические конституции, человеческие Present yourself, please. К сожалению, собственности фактически... Представьтесь, пожалуйста. Faktiski abstaneska... Rəhmətliyin nəvəsi, belə deyilən sən başa düşüm də, sən də ki, gülməlidir qardeş, gülməli bu dövr, gülməlidir budur. Демократические законы – это важная часть политической системы любого государства. Этот процесс прежде всего должен идти в рамках национальной суверенитета и конституции. Международные организации могут давать лишь... Please, can you present yourself? К сожалению, на Западе иногда используют тему демократии и прав человека как политический Извиняюсь, инструмент. можете вы представить себя? Нередко используют избирательный подход и двойные стандарты. Спасибо. Можете представить себя? Aqil Ələsgər, Yeni Çağ Medianın qrup rəhbəri. Deyirəm, ala caq kimi oğlanlarımız qalıb, görkümləri göndərirlər. Deyirəm, gən də yaxşı qutarmışıq ha, özünü təqdim elə bilmir. Yoxsa əməlli başlı biabır olardıq ha. Ələsgər elə qeydib deyib ki, Ələsgərəm, belə xanım moderatorun dediyini başa düşməmişəm. Ona görə aramızda nedəlazumeni yaram. Göd öz işinlə məşğul ol da, bu atət deyə, bunun qabağına nə qədər ət töksün, gən də deyəcək ki, at, ət. Sənə kimi ət tökəndilər də. Dinliyor, tinimiz düzdür. Qardeşlər, il axır çərşənbəsi keçirdə bildiniz, şəkərbə paxlava pişirdiniz, yumurta boyadınız, papaq atdınız, tirəməyi iftördü qabaqlar, tonqal qalayardıq, nə bilim, ala qulaq falına çıxardılar, xoruz döyüşdürərdilər. İndi də xoruz döyüşdürürdülər efirlərdə. Gözünüz aydın. Day bu xoruz döyüşdürənləri yığışdırdılar. Ayzaur, Zaur Baxşəliyev ilə Xoşqələmin verilişini də bağladılar. Day biri-birinə dimdi yatanları görməyəcəyik. Əsl bayram bu deyə, bayramımız mübarək. Evə niyə qız gətdin? O evə niyə qız gətdin? O evə niyə qız gətdin? Sən evdən çıxıb getmişdin? Nikah xanım yanına Getmişdin evdən çıxıb. Sən döydün qovdun. Getmişdin evdən çıxıb. Sən döydün qovdun. Bəyərəm çıxmışdın evdən getmişdin? Dinliyor, tinimiz düzdür. Deyirəm, ala, bayram qabağı hər şeyi qaldırırlar axı. Gəncdə də qaldırdılar. Xəstəni pis vəziyyətdə öz palatasına. Gəncə şəhər Abbasad adına xəstəxana. Lift işləmir, xəstəni əllə qaldırırlar. Əməliyyatdan çıxan xəstəni əməliyyatxanadan liftlə pilləkəndən çıxarırlar, lift işləmir. Deyirəm, ala, səhiyyənin başında oturanlar vaxtında bir yerlərini qaldırıb iş görsəydilər, vəziyyət bu yerə gəlib çatmazdı ki, xəstələrimiz də belə qalxmazdı. Atam balası, bunların oturduqları yerlər nə yerləri olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.